Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astaqal hadisi kitabullah ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrel umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalale ve kulle dalaletin finnâr. İlk olarak arkadaşlar her birinize Allah subhanahu salamı ile selamlayıram. Esselamu aleyküm ve rahmetullah. Allah subhanahu salam diləyirəm ki, hər birinizin oruclarımızı, elədiyiniz ibadətləri qəbul eləsin. Sözsüz ki, bu müvəffəqiyyət Allah subhanahu salamdır. Allaha sonsuz salih şükürlər olsun. Müvəffəq elədik. Artıq 11-ci orucumuzu bitirdik. 2-ci onluğa daxil olduq. Hətta artıq ondan bir gündə tutmuş olduq. Rəbbimdən diləyirəm ki, Allah müvəffəq eləsin bütün xeyirlərə bu ayda. Yəni, bilirsiniz ki, orucdan yəni qayə o deyil ki, yalnız ac qalmaq. Yəni, ac qalmaq və yaxud da susuz qalmaq. Yəni, o oruc deyil. Oruc odur ki, insan gələk tam şəkildə oruc olsun. Yəni, qorunsun. Dilini qorusun, gözünü qorusun, qulağını qorusun, bütün əzalarını qorusun. Nədən? Haramdan. Necə ki, sən qoruysan özünü, bir su içmirsən, yemək yemirsən və s. Eləhlənçik də o bir şeylərlə qorumalısan. Yəni, oruc halında necə bilirsiniz ki, insana ki, şey var ki, yəni 2 qisim şeylər var ki, onlar yəni haram olur. Yəni, birincisi nədir? O, oruc olmayanda sənə yəni ki, halal olur. Nə? Yemək, içmək. Düzdürmü? Sən yiyib içirdin, sadəcə oruc onlarda sənə haram oldu, qadağan oldu. İkinci nədir? İkinci odur ki, o elə oruc olmayanda da sənə haramdır. Yəni, sən dilini qorumağın, qulağını qorumağın və həmçinin də ki, gözünü və başqa əzalarını qorumağın. Hamısı bunlar nədir? Yəni, sənə oruc olmayanda da qadağadır. Oruc olanda sadəcə daha əzəmətli olan günahı, daha böyük olur. Bugün də danışmaq istəyərdim dua haqqında. Sözsüz ki, necə bilirsiniz, dua çox böyük bir əzəmətli, yəni, ibadətdir. Yəni, necə ki, Allah Rasulü s.ə.v deyir, dua o ibadə. Yəni, dua elə o ibadətdir. Bu, onun nəyinə dalət edir? Yəni, əzəmətliyinə. Ona görə ki, duadan başqa da ibadətlər var. Amma onun əzəmətliyinə dalət edir. Və o ibadətlərin ən yaxşılarına, növ baxımından. Necə ki, hədisdə Allah Rasulü s.ə.v deyir, əd-dua huvəl-ibadə. Necə ki, deyir, deyir, dua o elə ibadətdir. Allah subhanahu wa ta'ala Qafir surəsinin 60-cı ayəsində deyir ki, وَقَالَ رَبُّكُمُ دُعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِلِينَ. Bu da Qafir surəsi 60-cı ayədir. Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təşəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Yəni, fikir verirsiniz, Allah subhanahu wa ta'ala da burada duanı ibadət adlandırdı. Düzdürmü? Deyir, mənə dua edin, mənə cavab verin. Sonra nə deyir Allah subhanahu wa ta'ala? Mənə deyir, ibadətdə təkəbbür göstərənlər. Yəni, ümumiyyətcə ibadət edir burada, amma xüsusi olaraq duadır. Yəni, çünki deyir, وَقَالَ رَبُّكُمُ دُعُونِي mənə dua edin. Düzdürmü? Deməli, dua ibadətdir. Və burada Allah subhanahu wa ta'ala əmr edir dua eləməyə. Və həmçində ki, vəd verir o duaya cavab verməyə. Deyir, dua eləyin və mən də ona cavab verim. İnnəl-ləzīnə yəstəkbirun ən ibadəti. Bu hissəsi nədir? Hansılar ki, mənə ibadət eləməkdə təkəbbürlük göstərirlər. Təkəbbürlük bu ona dəlildir ki, yəni ibadət, elə dua ibadətdir. Yəni, fəsəmmə ibadə. Allah subhanahu ta'ala ibadət adlandırdı. Və həmçində ki, hədis bu ibadətlərin ən əzəmətli növlərinə yəni dəlalət edir. Ona görə ki, necə bilirsiniz, ibadətin çoxdur yəni, çoxlu növləri var. Amma baxsaq, məsələn, Allah Rasulü s.ə.v başqa bir hədisdə deyir ki, Əl-həccu Arafə. Deyir, həcc deyir, Arafadır. Bəyən Arafadan başqa
həccin ərkanları yoxdur, əlbəttə ki var. Sadəcə olaraq o Arafa onun ən əzəmətlisidir. Yəni, ən mühümüdür. Ona görə ki, onun başqa ibadətləri var, başqa rukunları var. Yəni, sadəcə olaraq həccin ən əzəmətli ibadətləri Arafadır. Yəni, Arafada dayanmaq. Və həmçindəki dua. Duadan başqa ibadətin növləri var. Sadəcə Allah Resulü s.ə.v-in burada deməsi ki, Əd-dua huvə ibadə, bu ona dalət edir ki, dua əzəmətli bir ibadətdir. Bu da ki, Allah Resulü s.ə.v-in sözsüz ki, bu sözü duanın fəzilətinə dalət edir. Və həmçində ki, müsəlman nə etməlidir? Bunu çoxaltmalıdır, duanı. Ona görə ki, Allah subhanahu wa ta'ala əmr edir. Allah əmr edir. Deyir, وَقَالَ رَبُّكُمُ دُعُونِي Mənə dua eləyin. Əmr edir ki, Allah subhanahu wa ta'ala dua eləyəsən. Dua eləyəsən, bəli. Və bu da ki, Allah subhanahu wa ta'ala'nın rəhmətindəndir. İnsanlara olan rəhmətindəndir. Müsəlmanlara, möminlərə olan rəhmətindəndir ki, Allah subhanahu wa ta'ala bizə bu şey əmr eləyib və bizə bunu veribdir. Və həmçində ki, və vəd verib ki, kim ona Yarhamukallah. Kim ona dua eləyərsə, ona cavab verər. Və sənin nəsə ehtiyacın var, nə etməlisən? Allah subhanahu wa ta'ala istəməlisən. Fərqi yoxdur. Fərqi yoxdur. İstər balaca bir şey olsun, istər də ki, böyük olsun. Hər bir həzətini Allah subhanahu wa ta'ala'dan istəyəcəksən. Amma kim ki, bundan uzaq olar, Allah subhanahu wa ta'ala'nın ona ehtiyacı yoxdur. Onunla nə edəcəkdir? Onunla özünü zərər uğrayan o şəxs olacaqdır. Hansı ki, dua eləmir. Hansı ki, duadan uzaqdır. Kimə ziyan verəcəkdir? Allah subhanahu wa ta'ala əlbəttə ki, yox. Özünə. Onca biz nə etməliyik, qardaşlar? Duanı çoxaltmalıyıq. Və necə bilirsiniz ki, dua və duanın vaxtları var. Sözsüz ki, dua hər bir an olunur. Hər bir vaxt olunur. Sadəcə olaraq onun izabəti üçün, onun qəbul olunması üçün xüsusi vaxtlar var ki, orada daha tez qəbul olur. Misal olaraq elə bu ay. Bu ay, Ramazan ayı. Ramazan ayı daha əfsəldir və daha sənin duanın qəbul olunması üçün fürsətdir, səbəbdir. Ki, sənin duan qəbul olunsun və sən də bundan qafil qalmalı deyilsən. Eləməlisən, dua eləməlisən. Və həmçindəki qardaşlar, baxın, Ramazan ayı bütövlüklə. Xüsusi olaraq isə son axır 10 gün. Düzdür, fikir verirsiniz, Ramazan ayı dua ibadət. Amma xüsusi olaraq axır 10 gün daha çox. Görürsən, bəzi insanlar, görürsünüz, Allah subhanahu ta'ala, bu da Allahın rəhmətindəndir ki, Qədr gecəsini axır 10 günə salır. Əslində, işin axırında, sonunda necə olur insan? Yorulur. Artıq sanki təslim olmaq istəyirsən. Artıq yorulursan, baxmada 20 gün oruç tutmuşsan, düzdürmü? Amma sənə artıq elə bil ki, sövq edir o Qədr gecəsi daha da elə bir cümraqlaşmağa, daha da iştihadda olmağa, daha da cəhd atmağa, düzdürmü? Amma belə, bu da Allahın lütfündəndir. Və 10 gecədə də ki, nə var qardaşlar? Son 10 gecədə Qədr gecəsi var. Və axtarırsan. O da Allahın bir lütfündəndir ki, gizlədib ki, neyək? Bütün 10 günün sonunda hamısında çalışar. Çünki onun hər bir günü, Ramazan hər bir günü insan üçün dəyərli olmalıdır. Amma sadəcə xüsusi olaraq son 10 gün və Qədr gecəsi. Çünki ona görə ki, Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Necə ki, Allah subhanahu ta'ala bildirir bizə Qədr surəsində. Düzdürmü? Və 1000 aydan daha xeyirlidir nə deməkdir? Yəni, bu təxmini 83 ildən daha çox eləyir. Yəni, bir gecə. Təsəllə ki, qardaşım, sən bir rükət namaz qılırsan, sanki elə bilir 83 il Allah subhanahu ta'ala bir rükət namaz qılmış oldun. 1 manat, məsələn, sədəqə verirsən və yaxud 10 manat, nəsə o gecə, sanki elə bilir ki, 83 il neçə ay Allah yolunda o sədəqəni vermiş kimi sənə yazılır. Bu da Allahın böyük bir lütfüdür bizə. Niyə ona görə ki, bizim ümmət ən qısa ümmətdir, yəni ömür baxımından. Görürsən, 70, 80, 100 olsun, biraz çox, biraz az. Yəni 800 il deyil, 900 il deyil ömrümüz və yaxud da 1000 il deyil, düzdürmü?
Bu da Allahın bizə olan lütfüdür. Və həmçində ki, Allah Rasulü s.ə.v də bütün xeyirlərin cəm olmasıdır, ən üstünü verilməsidir. Yəni fikir ver, sən 10 dənə Ramazan tutduğun, misal olaraq Qədr gecəsi artıq elə bilirsən ki, Allah subhanahu wa ta'ala 830 il ibadət eləmiş kimi olsan. Düzdürmü? Və yaxud da ki, Ramazandan sonra 6 gün Şavvalı tutdun, artıq elə bil ki, 1 il. Düzdürmü? 1 il oruclu olmuş kimi sənə savab yazılır. Və təsəvvür indi ömür boyu bunu eləsən və hər il belə vurulur və gör hara gəlib çıxır Allahın izni ilə. Amma bu şeyləri yəni nə etmək lazım, nəzərə almaq lazımdır və çalışmaq lazımdır. O insan nə etməlidir? Yəni müsəlman üzərinə düşür ki, yəni çoxlu çalışsın, ictihad eləsin. Və həmçinin bu ayda, həmçinin də bu qeyri bu ayda, xüsusi olaraq yəni qeyd edirik bu ayda və bütövlüklə yəni ibadət ayıdır. Yəni sən Allah subhanahu wa ta'ala sənin, mənim az qalmamıza yəni, heç də ehtiyacı yoxdur. Orucdan qayyə var. Qayyə nədir? Qayyə odur ki, tam şəkildə sənin oruc olmağın, özünü qorumağın, özünü islah eləməyin və tərbiyə eləməyin, növbəti aylar üçün hazırlamağın. Nə eləməlidir? Yəni müsəlman dua eləməlidir. Harada? Namazda, səcdədə, rukuda və həmçində başqa hallarında. Və yəni Allah subhanahu wa ta'ala duasını çoxaltmalıdır. Və sonra isə Allah subhanahu wa ta'ala Bəqərə surəsinin 186-cı ayəsində bizə bildirir. Və izə səələkə ibadi anni fə inni qarib. Deyir, əgərlərim, qullarım səndən mənim barədə və yaxud mənim barəmdə soruşsalar, yəni mən onlara yaxınam. Ucibu də'vətə da'i izə də'ani. فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ. Bəqərə surəsi 186-cı ayə. Yəni, qullarım səndən mənim barəmdə soruşsalar, mən onlara yaxınam. Mənə yalvararaq və yaxud da yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da mənim çağırışımı qəbul etsinlər, cavab versinlər. Qəbul edib mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. Doğru yol haradadır, qardaşlar? Sözsüz ki, Allah subhanahu wa ta'ala'nın kəlamında. Sözsüz ki, Allah Rasulü sallallahu aleyhi ve sellemin sünnəsində. Və necə bilirsiniz ki, hər ibadətin 2 dayağı var. İstər sənin orucun olsun, istər sənin namazların olsun, istər ümrə ziyarətin olsun, istər həcc olsun, zikir, hər bir şey qardaşlar, bax, 2 dənə rukunu var, 2 dayağı var, ölçüdür. Qoy o ölçüyə, əgər o ölçüyə müvəffiqdirsə, özünü yor, yoxsa özünü yorma. Ola bilsin, sənə günah yazılsın onun əvəzinə. Nədir? Birinci, ixlas. Yəni, ixlaslı olmaq. İxlas nədir? Saf, təmiz, yəni Allah üçün olması. İkinci nədir? Allah Rasulü s.ə.v-in sünnəsinə, yəni Allah Rasulü s.ə.v yoluna müvəffiq olmalıdır. Ola bilsin ki, bir insan görürsən ki, yəni ixlasında heç bir şey deyə bilmərsən onun. Elə ibadət edir ki, yəni deyə bilmərsən ki, bu Allah üçün deyil. Amma sadəcə olaraq Allah Rasulü s.ə.v onu eləməyibdir. Ona müvəffiq deyil, deməli bu ibadət onda rəddir. Allah tərəfindən qəbul deyil. Görürsən, insan da ola bilsin gecələri ibadətdə keçirir, minlərlə zikr eləyir. Amma nə olsun ki, onu Allah Rasulü s.ə.v eləməyibdir. Allah Rasulü sallallahu aleyhi və səlləm bunu eləməyibsə deməli, Allah dərgahında qəbul deyil. Nə eləmək istəyən yəni sən? Allah Rasulü s.ə.v daha çox onu can atsan, ehtiyac yoxdur. Allah Rasulü s.ə.v bizə çatdırdığı dinə əməl elə kifayətdir. Vallahi ki, nə qədər çox yaşasaq, ömrümüz bəs eləməz ki, onun 23 ildə bizə çatdırdığı şey əməl eləyək. Mümküniyyət yoxdur. Bir dənə Quran 23 ildə nazil olub, düzdürmü? Sən o Quranın belə bugünkü gündə tam şəkildə təfsir eləyiblər, çatdırıblar bizə. Bugünkü gündə də eləm çalışırlar, açıqlama gedir. O qədər yəni genişdir ki, onun elmi. Yəni ona görə insanlar bəzi hallarda, bəzi insanlar nə edir? Deyir ki, necə ola bilər? Görmürsən, insan gecələr boyu ibadət edir və səhərlə axır.
Biz demirik ki, insan Allah sünnəmir, amma o, ola bilsin ki, onun əməli sünnəyə müvafiq deyil, bidətdir. Və bidət də eləmək bu böyük günahlardandır. Allah dərgahında bağışlanmayan günahlardandır. Niyə görə? Ona görə ki, əziz qardaşlarım, bidət. Qardaşlar, diqqətlə qulaq asın, bu sizin üçün deyə, qardaşlar. Deməli, bidət niyə görə, qardaşlar, böyük günah adlanır? Baxın, diqqətlə qulaq asın. Bidət eləyən insan, birincisi, bu sözdən Allah'a sığınırıq, alimlərin sözüdür. Xüsusən Şeyx Rabi Həbsollah deyir ki, bidət eləyən insan Allahı cahillikdə ittiham eləyir. Bəli, belə desən ona, bəlkə bidətçi, onu qəbul eləməyəcəkdir. Düzdür, yox, amma bu onunladır. Yəni ki, Allah bizə bildirir ki, Quran-ı Kərimdə dini kamil etdi və çatdırdı bizə. Nimətül İslam dinini verir. Yəni, onu artıq o inkar edir o ayən. Və sonra biz ikinci bəla nədir? İkinci bəla odur ki, Allah Rasulü s.ə.və böhtan atır. Nə böhtan? Yəni ki, Allah Rasulü s.ə.və nələrsə bizə çatdırmayıbdır. Bəli, ona görə ehtiyatlı olmaq lazımdır. Bu, elə-belə bir şey deyil. Xüsusən qardaşlar, yəni, bu məclis elədir ki, əlhəmdülillah, xüsusən bu ayda, ola bilsin kimisi tələsən yeri var və s. Amma məclis elədir ki, o əgər o məclisdə Allah subhanahu wa ta'ala zikr olunursa, oranı mələklər əhatə edir və orada olanlara bağışlama diləyirlər. Təsəllin ki, ola bilsin ki, o məclisin yanı, məclisə görə siz bağışlanasınız. Ona görə nə etmək lazım? O məclisdə olmaq lazımdır. Elə-belə yox, cismən yox, həm də ruhən. Yəni, faydalanmalısın. Ola bilsin ki, elə bir fayda işləsən ki, o fayda sənin həyatını dəyişsin. Ola bilsin, elə bir fayda işləsən ki, məsələn, çatdırasan, sən onu anlamasan da o insan anladığına görə sənə savab gəlsin. Ona görə nə etmək lazımdır? Yəni, diqqətli olmaq lazımdır. Yəni, həm də onsuz da biz tələsirik, amma ki, sonumuz da haradır, bəllidir haradır. Biz vaxtdan ibarətik. Yəni, hər bir gün, hər bir saniyələr keçdiksən, o bizə verilən möhlətdən yaşayırıq. Gedir. Yəni ki, ya gözəl şəkildə tərk edəcəyik buranı, ya ki, Allah qorusun pis şəkildə. Allah subhanahu deyirəm ki, hər birimizə husn-u xatimə nəsib eləsin. Və Allah subhanahu necə ki, gördünüz, Bəqərə surəsinin 186-cı ayəsində bizə bildirir ki, mən onlara yaxınam. Mən onlara yaxınam və cavab verirəm. Düzdürmü? Yəni, sözü bura nədir? Yəni, o şəxslər ki, sadiqdirlər. Sadiq qullardır. Və o şəxslər ki, Allah subhanahu wa ta'ala'nın çağrısına da onlar cavab verirlər, iman gətirirlər, əməl edirlər, artırırlar və onlardır. Deməli, dua ibadətdir. Deməli, bunun da şərtləri var. Yəni, elə-belə dildən deməsi kifayət deyil. Yəni, onun qəbul olması üçün şərtləri var. O, həmçində manəliləri var. Elə şeylər olsun ki, sən ola bilsin, sırf qəlbdən eləyəsən. Təhsil dilinlə deməyəsən, amma manələr olsun ki, onlara qəbul olmasına təsir eləsin. Deməli, necə qeyd elədik, bax, bütün ibadətlər belədir. Necə Şeyx Fovzan Həfizullah qeyd edir. Və minhə əl-ixlas lillahi subhanahu wa ta'ala. Birinci olaraq ixlas. Yəni, ixlaslı olmalısın. Yəni, sənin duanda şirk olmamalıdır. Biyən yuxlisə fi qalbihi lillahi azza və cəllə. Yəni, tam şəkildə qəlbini Allahı təkləşdirməlidir. Və yəstəqimu və yəbtəidu ən-şirk. Və yönəlir Allah subhanahu wa ta'ala və həmçində şirkdən tamamilə uzaq olur. Niyə ki, Ğafir surəsinin 14-cü ayəsində Allah subhanahu wa ta'ala bizə bildirir: "Fəd'ullahi muxlisinə lehu'd-dinə və lev kerihəl kafirun." Kafirlərin xoşuna gəlməsə də dini məhz Allaha aid sayıb və yaxud aid edib ona dua edin. Yəni, kafirlərin xoşuna gəlməyə bilər. Yəni, bu o vaxta aiddir. Yəni, onlar sırf Allahı çağıranda müşriklərin xoşuna gəlmirlərdi. Onlar da inkar eləmirlər ki, onları yaradan Allah deyil. Onlar deyir, bizi yaradan Allahdır. Yeri göğü yaradan Allahdır. Yağışı yağdıran Allahdır. Ruzi verən Allahdır. Sadəcə neyinlərdi? Uluhiyyət tövhidini qəbul eləmirlərdi. Peyğəmbər s.ə.v-i qəbul eləmirlərdi. Deməli,
Növbəti şərti nədir qardaşlar? Tevhid. Bəli. Fət-tevhid şərtun fi qabulihi və duahi. Bu da şərtdir. Nədə? Onun qəbul olmasına, duada. Lənə tevhid yuqarribuhu min Allah subhanahu wa ta'ala. Ona görə ki, tevhid qardaşlar Allah subhanahu wa ta'ala qulu yaxınlaşdırır. Tevhid. Tevhid nədir? Yəni Allahı təkləşdirmək. Nədə? Duada, hər bir şeydə, nəzirdə, qurban kəsməkdə. Niyə görə sən yəni o boyda əziyyət çəksən, misal üçün qurban kəssən, niyə görə o Allaha aid olan şeyi başqasının da qoşsan ora? Ona ehtiyac var bəyəm? Əlbəttə yox. Ehtiyac yox. Və kəzəlikə min şuruti qabuli dua ən yəd'uva bi qalbin hadirin muqbilin alallah. Fikir verin, şeyh burada Həfzullah deyir ki, həmçində onun şərtlərindəndir ki, elə belə dili deməsin. İnsan o bütün dua edir, əlini açıb belə, amma fikri başqa yerdə, gəlib başqa yerdədir. Tamamilə. Yəni o dua qəbul olunmur. Ya o şərtdir ki, sən də özün də orada olasan, o dua ilə bərabər. Yəni sən dua elə, dilin deyir, amma beynin məsələn bazarda, alverdə, mağazində və s. hardasa başqa yerlərdir. Bütün yəni elə Allah üçün olan şeydə qardaşlar dua olsun, namaz olsun. Bunların hamısında sənin qəlbin orada olmalıdır. Sən mənlə danışsan, indi bu ora aid deyil. Söz ki, Allah subhanallah baş və nöqsansızdır. Misal olaraq, biz insan olaraq mənlə danışdığın halda mən özümü belə çövürsəm, belə oyna belə, deyəcəksin, necə hörmətsiz insandır, düzdür? Bir də var, sən Allah subhanallah ta'ala danışsan, Allaha dua eləyirsən, Allahdan diləklərini istəyirsən, amma qəlbin başqa yerdədir. Qəlbin başqa yerdədir. Və yaxud da Allahın qarşısında durmusan, düzdürmü? Ən şərəfli olan ibadət, hansıdır? Namaz. Neynirsən? Qəlbin başqa yerdədir. Yəni, namazda sən özünü toplaya bilmirsən. Namazda sən tam şəkildə təslim olduğun halda, Allahın hüzurunda olduğun halda özünü toplaya bilmirsən. Və necə sən küçədə gedəndə, fitnə içində gedəndə özünü toplayacaqsan, günahlarını özünü qoruyacaqsan? Necə olacaqdır? Subhanallah, sən bir fikirləş, qardaş. Sən Allahın hüzurunda olanda, Allahın, yəni ki, Allahla danışıqdır namaz. Sən Allahla ola bilmirsən. Tərk edə bilmirsən Allah üçün hər şeyi. Və necə olsa sən bir bazara girəndə, bir fitnə görəndə, bir səni hansısa bir şey cəlb edən, necə orada özünü qoruyacaqsan? Namaz, qardaşlar, yəni böyük, əzəmətli bir ibadətdir. Onun üçün nə demək lazımdır? Özünü toplamalısan. Namazdan qabaq, baxıb məsələn iqamədə, mesaja, namaza girmə. Sonra fikirləşmə ki, namazda nə cavab verəcəm ona. Sən namazdan qabaq özünü topla. 1-2 ayı oxu, zikr elə, dua elə ki, artıq özünü hazırlayasan o ibadətə. Yoxsa yaza belənçiyinə iqamə gedir, yazırsan və yaxud da cavab verirsən, qulaq asırsan və s. Çoxumuzun halı belədir. Hər birinin belədir. Təəssüflər olsun. Neynəməlisin? Namaza hazırlaşmalısan. Subhanallah, bizdən qabaqçılar dəstəmaz alanda artıq saralardılar, qorxudan. İqamə veriləndə özlərindən gedərlərdi, bir daha qalxmazlardı. Kişilər olub. Nəyə görə? Onlar onu dərk edirdi, kimin qarşısında duracaqlar. Allahın əzəmətliyi onları elə yansındırır, hətta belə bir daha qalxmır. Ölür insan. Təsəllə. Necə onlar yəni hazırlaşırlardı namaz üçün. Sən artıq dəstəmaz alanda bilməlisən kimin qarşısında durmağa hazırlaşırsan. Yoxsa namaza gəlirik, nətər gəldi, qılırıq, biraz da imam artırsa surələri, ya biraz da belə hövsümüzə otururuq ki, geyişdin filan yerə. Subhanallah, hara geyişdin qardaş? Təəssüflər olsun. Belədir halımız. Allah subhanallah bizi müvəffəq eləsin. İxlaslı olmağa, xuşulu namaz qılmağa. Yəni, xuşusuz namaz qılmaq, qardaşlar, yəni düzdür, alimlər arasında ixtilafdır namaz qaytarmaq məsələsi. Cümhur onu deyir ki, namaz qayıtmır. Yəni, namaz qəbul olunur, hətta xuşsuz olsa belə, amma sadəcə olaraq yəni savabı olmur. Savabı olmur. Yəni, sən gözləyirsən ki, qiyamət günü namaza bir savab qazanacaqsan, olmayacaq. Sadəcə vacibliyi üzərindən düşür. Ona görə neynəməlisən? Birdən getdi, hamı da olur. Birdən getdi, xuşun, fikrin dağıldı, həmən topla özünü. Topla özünü, gör kimin qarşısında durmuşsan. Bəli.
Dün üstündə sənə bir vəzifəli şəxs çağırsa, necə durarsan onun qarşısında, subhanallah. Sözlər toplayarsan, yazarsan, eləyərsən, əzbərləyərsən ki, görüm nə deyəcəm onun qarşısında, neynəyəcəm, birdən çaşaram, birdən neynəyərəm, filankəsin xahişi var, mən öz xahişlərimi eləyim, düzdürmü? Sən kimin qarşısında durursan? Hər bir şey yaradanın, xaliqin. Və əsli bax, onun qarşısına hazırlaşmaq lazımdır. Əsli odur. Allah subhanət hala bizim qəlblərimizi tam yönəlsin ona ki, sırf ona ibadət eləməyə var, xuşulu olmağa. Yəni, belə onun qəlbi deyir, şeyx burada olmasa və o deyir, ümid edir ki, ona icabət olunacaq duasına, yəni ki, mümkün deyil. Lə yestəcəbu ləhud dua. Onun deyir, duasına cavab verilmir Allah qatından. Yalnız dil işlənirsə, sonra gözləmə ki, bu, mən dua elədim, Allah mənim duam qəbul olmadı. Sən dua eləmədin, sən sadəcə elə bir dilini tərpətdin. Duanın şərtləri var. Duanın şərtləri var, qardaş. Bax, belə olmalısan. Sırf tövhid, ya tövhid var, əlhəmdülillah. Üstündə bax, qəlbin də orada olmalıdır. Əgər olmazsa, o halda nə olar? Onda qəbul olmaz dua. Deməli, necə ki, hədisdə Allah Rasulullah s.ə.v bizə bildirir ki, qafil qəlbin duası qəbul olunmaz. Ud'ullah və entum muqinun bil icabə. Deyir, Allaha dua eləyin və siz də yəqin olun ki, o dua qəbul olunacaq. Yəni, siz o duada olun. O duanı eləyirsən. Biz eləyirsən, sən əminsən ki, o dua qəbul olacaq. Siz dua eləyirsən, fikrin başqa yerdə. Olmur belə. Və sonra növbəti isə qardaşlar səbəblərdən duanın qəbul olması ən təd'uvəllah bi əsməyi və sifəti. Allah subhanahu wa ta'ala onun ad və sifətləri ilə çağırmaq. Və bu vasitədir. Bu caiz olan vasitədir. Vasilədir. Yəni Allah subhanahu wa ta'ala özü bizə bildirir. Şimdi onu götürəcək Allahın izni ilə. Yəni elə insanlar var, neyini deyir filankəsin üzü hörmətinə. Subhanallah. Allah Resulü s.ə.v dünyasını dəyişəndən sonra sahabələr Peyğəmbər s.ə.v üzü hörmətini istəmədilər. Bir dənə səhih mənbə gətirə bilməz heç kim. Düzdür, sən necə ola bilər bəs əgər Allah Resulü s.ə.v-in üzü hörmətini istənilməyibsə, necə ola bilər ondan aşağı insanların üzü hörmətini istənilsin? Mümküniyyət yoxdur. Düzdürmü? Amma Allah subhanahu wa ta'ala ad və sifətləri ilə istəmək, bu əlhəmdülillah, bu varid olubdur. Və bunu Allah subhanahu wa ta'ala özü bizə bildirir. Deməli, necə, yəni deyirsən, Ya Rahman, Ya Rahim, Ya Allah, Ya Rab. Bu necə Allah subhanahu wa ta'ala deyir, Əraf surəsinin 180-ci ayəsində, ayədən bir hissədir. وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَ فَدُعُوا بِهَا. Ən gözəl adlar Allahındır. Ona bu adlarla vasitəlik eləyərək dua edin. Əraf surəsinin 180-ci ayəsi. Bir hissədir ondan. Görürsünüz, Allah subhanahu ta'ala özü əmr eləyir. Deyir, Allahın deyir, gözəl adları var, onları da vasitə qoşun. İstəyin. Yəni, necə ki qeyd elədik, yəni deyirsən, Ya Allah, Ya Rahman, Ya Rahim, Ya Ghaffar, Ya Ghaffar, Ya Ghafur, Ya Hayyu, Ya Qayyum, Ya Zəlcələl və L-İkram. Və beləncini də qardaşlar, əlhəmdülillah, neyiniz? Allah subhanahu wa ta'ala dua eləyiz. Fədu'u bihə. Allah subhanahu wa ta'ala onlarla ona dua elə. Yəni, Allah subhanahu wa ta'ala dua elə o adlarla. Və sonra mesela növbəti qardaşlar, şərt inşallah tez-tez oxuyaq, bitirəcəyik inşallah Rəbbimizin izniyle. Nədir? Yəni, gözəl vaxtlar seçmək. Yəni, o duanın müstəcəb vaxtları. Gözəl, belə ehtiyac var, hər bir an sən dua elə bilərsin, necə ki qeyd elədik. Amma elə vaxtlar var ki, xüsusi olaraq o vaxtları Allah Resulü bizə bildirir ki, o vaxtlar duanın yanı qəbul olunan vaxtlarıdır. Yəni, müsəlman üzərində ki, daim Allaha dua eləsin. Sadəcə bu vaxtlarda xüsusi olaraq seçib bunların istifadə eləməsi. Yəni, bu daha elə bir yaxındır icabətə, daha yaxındır onun qəbul olmasına. Misal olaraq, mislül həl sucud.
Məsələn, səzdə halında. Düzdürmü? Bu artıq sənin beynə yedir Rabbi. Sən artıq Rəbbinlə, Rəbblə sənin arandadır. Sən onun, heç kim yoxdur səninlə Rəbbin arasında. Səzdədə sən tam şəkildə özünü təslim eləmirsən və artıq ən şərəfli olan, yəni başını alnını qoymusan səzdəyə. Və bundan misal olaraq gecənin axır hissəsi. Və sonra isə cümənin axır saatı. Və sonra isə qardaşlar bu ay. Və xüsusi olaraq da necə ki qeyd elədik, axır 10 gün. Və bu aylar inşallah Allahın izni ilə daha elə bil ki, yaxşıdır ki, başqa vaxtlardan daha tez duanın qabil olmasına. Və sonra isə mane olanlar. Mane olanlar duanın qəbul olması üçün. Yəni qaflət. Necə ki, zikirlədik, qaflətdə olmaq. Yəni, dua eləyirsən, bilmirsən nə eləyirsən, nə eləyirsən, fikrin başqa yerdə, qəlbin başqa yerdə. Yəni, qafillikdir. Və bunun isə qardaşlar, ən əzəmətli isə duanın qabil olmamasına səbəb və indi zikr eləyəcəyimizdir. Nədir? Bu ən əzəmətlisidir. Əklül haram, haram yemək. İnsanın haram yeməsi, yəni duanın qabil olmasına mane edir. Yəni ona görə insan nə etməlidir? Çox diqqət eləməlidir ki, haram yeməsin. Ona görə necə bilirsiniz ki, qardaşlar, bu dünyanın halalı hesabdır, sorğu-sualdır, haramı isə oddur. Sən halal qazandığına görə hesab verəcəksən. Düzdürmü? Haram qazansan isə Allah qorusun, o oddur birbaşa. Bu dünyanın halalı və diqqət edin, halalı nədir? Hesabdır. Haramı nədir? İqabdır, oddur. Və o şəxs ki, haram yeyir, onun duası qabil olanmır. Və necə ki, Allah Rasulü birisi uzun hədisdə deyir, bir şəxs gəlir, deyir, yəni səfərdən, toz torpaq içində və s. Ləxini inir, əlini qalxızır, yuxadı, ya Rab, düzdürmü? Amma mət'amuhu haram, onun deyir, yediyi haram, və məlbəsuhu haram, və onun geyindiyi haram, və məşrabuhu haram, onun içdiyi haram. Sonra deyir, və onun, yəni ki, ümumiyyətcə bütün qidası haram və nə inir? Və sonra isə necə deyir ona deyir, Allah Rasulü necə deyir ona deyir, o duasına cavab verilə bilər. Haram yemək duanın qəbul olması üçün maniyədir, böyük maniyədir. Yəni mümkün deyil ki, o cavab verilsin ona haramla. Ona görə müsəlmanın üzərinə düşür ki, diqqət yetirsin nə? Yediyinə, içdiyinə, geyindiyinə. Ki, yəni o elədiyi dualara ona qabil olunsun. Və həmçində ki, Allah qorusun, haram yeyərsə, o halda nə olar? Ona görə ona od var. Və Sə'd radiyallahu anhu yəni deyir Allah Rasulü s.ə.və Udu'ullahə ən yec'aləni mücəbəd də'avə. Deyir, təsəlliyin, Sə'd gör nə istəyir Allah Rasulü s.ə.və. Deyir ki, Allaha dua elə ki, mənim duamı qəbul eləyənlərdən eləsin. Yəni, elə ki, mən daim duam qəbul olunsun. Deyir, Allah Rasulü s.ə.və nə deyir? Qalə ləhu. Allah Rasulü s.ə.və deyir ki, atib mət'əməkə tücüb də'vətükə. Deyir, sən deyir, yediyini, istiyini gözəlləşdir, yəni haram qatma, sənin deyir, dəvətinə icabət olunacaqdır. Və müsəlmanın üzərinə düşür ki, belə şeylərin uzaq olsun haramdan və Allahın izni ilə Allah subhanət hala sözsüz ki, onu qəbul elər dualarını. Yəni, ən əzəmətli, ən şiddətlisi odur ki, qardaşlar, nə? İnsan neynəsin? Uzaq olsun belə şeylərdən. Yəni, bunlar mane edir sənin duanın qəbul olmasından. Yəni, artıq o haram daxil olur sənlə, sənin Rəbbinin arasına. Bəli. Və nə edir? İnsan elə bil ki, mal sevgisi artıq sürülür hara? Artıq nə edir? Yəni, haram yoldan qazanmağa. Mal sevgisi bunu da artır ora. Nə edir?
Qış eləyir, aldadır, hilə qurur. Məsələn, alverində. Halbuki ticarəti nədir? Halaldır. Amma görürsən, hilə qurur. Nəsə hiləkarlıq edir. Bu da artıq haramdır. Hilələyir, ya işte aldadır. Nə də alışda və yaxud da satışda. Və həmçindəki riba yeməsi, insanın yəni riba yeməsi Allah sınırlığından bu da haramdır və o maniyələrdən ki, insanın duası qəbul olunmur. Bu ən şiddətli haram sayılır. Hansı riba? Riba nədir? Yəni faiz və s. beləncəsinə. Və həmçində şiddətlərindən sayılır rüşvət. Rüşvət bizdə necə deyirlər. Bu da elə bil ki, qardaşlar, yəni haram sayılır və insanın yəni ki, duasının qəbul olmasına səbəb olur ki, olmasın. Mən, yəni, görürsən insanlar var ki, qardaşlar, haramla qazanırlar. Elə bilər ki, halaldır da, misalsın, onu görmürlər onlara. Çünki ona artıq pərdə salınır gözünə. Yəni, Rəbbimizə sonsuz şükürlər olsun ki, əgər Allah Subhanahu bunu bizə göstərib. Səbəb olaraq, o insanlar onu dərk eləmir ki, o onlardan çıxır. Görürsən ki, insan misal üçün hər ay və ya hər ayda bir neçə banisdədir. Paketlərlə dərman alır və s. axir. Nədir? Görürsən ki, o haram ondan çıxır. Çıxır və həmçində ki, ona günah yazılır. Görürsən, balasına gəlir, yaxınına gəlir. Elə insanlar var ki, milyonları var, amma nə evinə girəndə ürəyə bir açılmır. Nəyə görə? Evdə bir xəstəsi var. Ona görə Allah qorusun bu şeylərdən və Allah Subhanahu deyirəm ki, bu bizim üçün faydalı olsun və Allah Subhanahu bizə istifadəni eləsin və Rəbbimdən diləyərəm ki, bizim ibadətlərimizi qəbul eləsin, dualarımızı qəbul eləsin və Allah Subhanahu bizim dualarımızı o dualarını eləsin ki, həqiqi bu şərtlərə müvəffiq olan və həmçində haramlardan bizi daim uzaq eləsin. Və Allah Subhanahu diləyərəm ki, bizim millətimizə, xalqımıza hidayət versin. Allah Subhanahu bizim ölkəmizdə və millətimizin üzərində nemətlərini artırsın və bəlalardan qorusun. Allah Subhanahu diləyərəm ki, bizim dövlət başçımızı qorusun və ona düzgün şəkildə qərarlar verməyə kömək olsun və həmçində onun hidayətini artırsın və Allah Subhanahu ümumi olaraq bizim məmurlara kömək olsun, düzgün şəkildə onlara qərar verməyə və həmçində onlara hidayət versin. Yəni, hidayət qardaşlar, ola bilsin ki, bir insan deyirsən, misal üçün, biz birlikdə bunun dəyərini, biz birimizi istəyirik bunu ki, Allah Subhanahu bizə hidayət versin. Görürsən, insan ola bilsin ki, bunu başqa cürə qəbul eləsin. Sanki bir insan, hidayət qardaşlar, biz gündə hər namazımızı istəyirik Allahdan ki, Allah bizi hidayət eləsin. İhtina sıratal müstaqim. Deyirsən, nə? Bizi hidayət elə, hər doğru yol. Hər namazda deyirsən. Bu da bir şəxs üçün, əgər bunu istəyirsənsə, bu əzəmətli bir duadır. Ola bilsin ki, insan bunu dərk eləmir. Amma ki, bu çox böyük bir əzəmətli duadır. Yəni, hidayət olmaq odur ki, hər şeydə düzgün olmaq. Yəni, Allahın istədiyi kimi yaşamaq. Sünnən müvəffiq. Allah daha doğrusu bilir, qardaşlar. Allah Subhanahu sizlərə bərəkət versin və Allah Subhanahu qardaşdan razı olsun. Səbəb oldu bizim cəm olmamızda burada. Allah malına, mülkünə və sıxıntılarından onu qutarsın, nə sıxıntıları varsa. Və Allah Subhanahu bütün müsəlmanlar, qardaşların, bazılarımız hansılar ki, xəstəliklərin xəstələrinə şifa versin və bir dünyadan köçənlərə isə günahlarını bağışlasın. Allah daha doğrusunu bilir. Subhanəkəllahumma bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.